Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme ati nufusana takvaha ve zekkeha ente hayrun men zekkaha ente veliyuha ve mevlaha. Ramazan ayının 7. gecəsindeyiz. Allah subhanahu wa ta'ala'ya hamd olsun. Ve hatırladım ki Ramazanın mübarək, şərəfli gecəsi olmasıyla yanaşı, eyni zamanda bu gecə cümə gecəsidir. Cümə gecəsi. Yəni sabah cümə günüdür. Və bu gecə cümə gecəsidir. Deməli bununla artıq bu gecənin şərəfi daha artıqdır. Bu gecənin şərəfi daha böyükdür. Ramazanın gecəsi cümə gecəsi ilə üst-üstə düşdüyünə görə. Ona görə bu gecədə həmçinin sabahki gündə, cümə günü, Ramazan günündə artıq olduqca gözəl, fəzilətli bir əməl varid olmuş olur, tələb olmuş olur müsəlmandan. Hansı ki bu əməl Allah üçün bu günlərdə olduqca sevimlidir. O da Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmək. Allah Rəsulu sallallahu aleyhi və səlləmə salavat gətirmək. Və salavat ümumən bu Allah subhanahu ta'ala'nın əmridir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin tələbidir. Və bunu edənlərə nə qədər əcri mükafatın olduğu bildirilib. Və xüsusən də bu Ramazan gecələrində. Və bu cümə gecəsi. Çoxalt bunu. Durmadan Allah Rəsuluna salavat gətir. Allah təala buyurur: İnnallaha və mələikətəhu yusalluna alən-nəbi. Ya eyyuhellezine amenu sallu aleyhi və səllimu təslimə. Allah təala buyurur: həqiqətən Allah və onun mələkləri Peyğəmbərə salavat edirlər. Allah və onun mələkləri. Allahın salavatı, yəni Peyğəmbərə səna etməsidir. Peyğəmbəri tərifləməsidir. Və onun mələkləri Peyğəmbərə sallallahu aleyhi və səlləm salavat edirlər. Sonra deyir ki, Allah Teala, ey iman gətirənlər, Allahın Rəsuluna salavat gətirin və onu layiqincə salamlayın. Salavat gətirin və salamlayın. Sallallahu aleyhi və səlləm. Və həmçinin Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurub hədisdə, deyir ki, əksiru aleyyə minəs-salati fi yevmil cumuati və leylətil cumua fə innə salatəkum mə'rudatun aleyyə. Buyurur ki, sallallahu aleyhi və səlləm, cümə gecəsi və cümə günü mənə salavat gətirməyi çoxaldın. Allah Rəsulü deyir bunu sallallahu aleyhi və səlləm. Deyir ki, cümə gecəsi, yəni bu gecədir cümə gecəsi. Və cümə günü, o da sabahki gündür, ta gün batana qədər. Cümə gecəsi və cümə günü mənə salavat gətirməyi çoxaldın. Sonra deyir ki, sizin salavatınız mənə ərz edilir. Sizin salavatınız mənə ərz edilir. Yəni, sən Allahümə salli alə Muhammedin dedikdə, sənin bu salavatın Peyğəmbər sallallahu aleyhi və səlləmə çatdırılır. Və ayrıca Allah Rəsulü deyir ki, sallallahu aleyhi və səlləm, mən sallə aleyyə salətən vahidə, sallallahu aleyhi bihə əşra. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə bir salavat gətirsə, Allah ona, onun əvəzinə 10 salavat verər. Təsəvvür et. Sən bir dəfə Allahümmə salli alə Muhammedin deyəndə, onun əvəzinə Allah səni 10 dəfə tərifləyir. 10 dəfə sənə övgü edir. Odur ki, bu gecədə və sabah cümə günü Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavatı çoxaldı.
Sonra əziz qardaşlar, bu mübarək Ramazan günlərində edilən salih əməllərdən də birisi duadır. Dua. Dua nədir? Dua ibadətdir və dua insanın Allaha üz tutaraq ondan istəməsidir. Allaha üz tutaraq Allahdan nədir? İstəməsi. İnsanın öz ehtiyaclarını Allaha ərz etməsi və dua olduqca böyük əzəmətli ibadətdir. Çünki dua edən insan öz möhtaclığını Allaha bildirmiş olur. Dua edən insan öz möhtaclığını Allaha ərz etmiş olur. Və ibadətlərdən də məqsəd elə budur. İbadətlərdən məqsəd elə insanın öz möhtaclığını Allaha ərz etməsidir. Bildirməsidir ki, Allaha möhtacdır. Yəni, sanki ibadət edən insan, namaz qılan, oruç tutan, Quran oxuyan, zəkat verən, həcc edən, ümrə edən, zikirlər edən, meçidə gələn, sədəqələr edən, bu insan sanki öz halı ilə deyir ki, ya Rabbi, mən sənə möhtacam, məni tərk etmə. Bu əməlləri ilə demək istəyir ki, ya Rabbi, mən sənə möhtacam, mənə rəhm et. Ya Rabbi, mən sənə möhtacam, məni bağışla. Amma bunun əksinə olaraq ibadətdən uzaq düşən, yəni bu ibadət növləri ilə Allaha yaxınlaşmayan, nə namaz qılmayan, nə oruç tutmayan Ramazan ayında, nə zəkat nədir, sədəqə nədir bilməyən, bu insan isə halı ilə sanki deyir ki, mən Allaha möhtac deyiləm. Dili ilə deməsə də, amma o halı o deməkdir ki, mən Allaha möhtac deyiləm. Bunu demək istəyir Allaha. Amma bunun əksinə isə ibadət edən nədir? İbadətinlə sanki nə deyir? Ya Rabbi, mən sənə möhtacam. Niyə ibadət edirəm? Möhtacam sənə. Əzabından xilas olmağa möhtacam. Rəhmətinə möhtacam, ona görə ibadət edirəm. Bunun əksinə olan ibadət etməyən, onda nə olmuş olur? Mən möhtac deyiləm. Mən özüm bilərəm. Mən arxayınam. Elə deyilmi? İbadətdən uzaq düşənin halı bu deyilmi? Bu adam deyir ki, mən Allaha möhtac deyiləm. Nə rəhmətinə möhtac deyiləm, nə əzabından qorxmuram. Ona görə də ibadət etmirəm. Ona görə Rəbbimə səcdə etmirəm. Yəni, bu hal nədir? Dəhşətli bir haldır və Allah subhanahu ta'ala bundan çəkindirib və bəyan edib bu belə bir insanların aqibətini. Allah ta'ala buyurur, Kəllə innəl insənə ləyətğa ən rəəhu istəğnə innə ilə rabbikər rücə. Allah ta'ala deyir, xeyr, insan həddi aşıb, tuğyan edir, həddi aşıb. Niyə? Özünün Allaha möhtacsız olduğunu düşündüyünə görə. Özünün Allaha nədir? Möhtacsız olduğunu zənn etdiyinə görə həddi aşıb. Və sonra Allah ta'ala deyir ki, sənin Rəbbin dönüşün Allahadır. Sənin dönüşün nədir? Rəbbinədir. Əgər sənin dönüşün Rəbbinədirsə, deməli, sən Allaha möhtacsan. Sən Allaha möhtacsan, sən ibadət etməlisən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əd-dua'u huvəl-ibadə. Dua ibadətdir. Hətta dua ibadətin özüdür. Dua ibadətin özüdür. Çünki niyə? Çünki dua edən insan öz möhtaclığını Allah subhanahu ta'alaya ərz edir. Biz də dedik ki, ibadətin də məqsədi insanın Allahın möhtac olduğunu bəyan etməsidir. Əd-dua'u huvəl-ibadə. Dua ibadətdir. Həmçinin Allah ta'ala buyurur, وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ إِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Allah ta'ala deyir ki, Rəbbiniz dedi, mənə dua edin, mən duanızı qəbul edin. Fikir ver, Rəbbiniz dedi ki, mənə dua edin, duanıza cavab verin. Sonra deyir ki, mənə ibadət etməyi öz nəfslərinə sığışdırmayanlar, mənə ibadət etməyi təkəbbürcəsinə özlərinə sığışdırmayanlar
cəhənnəmə zəlil olaraq daxil olacaqlar. Cəhənnəmə zəlil olaraq daxil olacaqlar. Kimlər? İbadətdən uzaq düşənlər. İbadətdən uzaq düşənlər. Və ibadətdən də o cümlədən birisi duadır. Bu günlərdə xüsusən duanı çoxalt. Allah subhanahu ta'ala buyurur, Ud'u rabbakum tadarruan və xifyətən. Allah ta'ala buyurur, Allah'a yalvararaq, acizanə və gizlində dua edin. Allah subhanahu ta'ala qulun özünə dua etməsini istəyir. Niyə? Çünki dua ibadətdir. Dua insanın öz ehtiyacını, möhtaçlığını Allah subhanahu ta'ala bildirməsi, bəyan etməsidir. Və duanın, qardaşlar, Ramazan ayı ilə xüsusi bir özəlliyi var. Duanın Ramazan ayında xüsusi bir irtibat, bağlantısı var. Necə ki, biz dedik ki, Qur'anın Ramazan ayında özəl bir bağlantısı var Ramazan ayında. Çünki Qur'an Ramazan ayında nazil olur. Eləcə də duanın özəl bir bağlantısı var Ramazan ayında. Niyə? Çünki dua Qur'anda Bəqərə surəsində Allah subhanahu wa ta'ala Ramazan əhkamlarından, oruc əhkamlarından danışır. 183-cü ayədən başlayaraq Kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Bu ayədən başlayır Allah Taala. Sizdən əvvəlkilərə oruc vacib edildiyi kimi sizlərə də vacib edildi. Sonra 184-cü ayədə əyyəmən mə'dudət. Ondan sonra 185-ci ayədə fəmən şəhidə minkumu şəhrə fəlyasum. Sonra 186-da və izə səələkə ibadi anni fə inni qarib. Ucibu da'vətə da'i izə da'an fəlyəstəcibu li və liyu'minu bi ləalləhum yərşudun. Bundan sonra da uhillə ləkum leylətə siyam və rəfəz ilə nisəlikum. Deməli, dua ayəsi bundan sonra yenə oruc əhkamları. Deməli, bu ayədə nə deyir Allah Taala? Oruc əhkamlarının ortasında nazil edib bu ayəni. Allah Taala deyir ki, və izə sələkə ibadi anni və izə səələkə ibadi anni fə inni qarib. Qullarım məni soruşanda mən yaxınam. Nə deməkdir mən yaxınam? Fə inni qarib. Qullarım məndən soruşanda mən yaxınam. Bundan sonraki ayə izah edir mən yaxınam nə deməkdir. Ucibu da'vətə da'i izə da'i. Dua edənin duasına dua etdiyi zaman cavab verirəm. Deməli, burada yaxın olmağım nə deməkdir? Duasını eşidirəm, yaxınam, bilirəm halını, görürəm. Ona görə eyni zamanda bu ayə nəyə işarədir? Allahla dua etdiyin zaman Allahla aranda heç bir vasitə götürmə. Ehtiyac yoxdur. Çünki Allah Taala deyir ki, fə inni qarib. Mən yaxınam. Ucibu da'vətə da'i izə da'an. Dua edənin duasını dua etdiyi zaman qəbul edirəm. Bilirəm, eşidirəm. Allah Taala bu şeylər boş şeylər deyilmir. Əgər belə olmasaydı, Allah Taala irşad edər, deyərdi ki, mənə Peyğəmbər vasitəsilə dua edin. Peyğəmbər vasitəsilə mənə yalvarın. Yox, Allah Taala deyir ki, mənə dua edin. Niyə? Çünki duanızı eşidirəm. Gizlində də dua etsən, dodağını tərpətmədən də istəsən, Allah bilir nə istədiyin. Niyyətindən, qəlbindən də keçirsən, Allah bilir. Allah Taala ya'ləmu sirrə və əxfa. Gizlidə olanı da, aşkarda olanı da hamısını bilir. Allah subhanahu ta'ala üçün aşkarda olanla gizlində olan eyni səviyyəlidir. Hündür səsli olanla gizli səsli olan Allah üçün heç bir şey artırılır, azaltılır. Eynidir. Önce Allah Taala nə deyir? Dua etdiyi zaman dua edənin duasını qəbul edərəm. Ona görə söyləyib fəlyəstəcibu li və liyu'minu bi ləalləhum yərşudun. O zaman qoy onlar mənə çağırışma cavab versinlər, mənə iman etsinlər, bəlkə doğru yolda olalar. Odur ki, dua əzəmətli bir ibadətdir. Dua etməyi çoxaldır. Xüsusən bu ayda. Niyə deyirəm xüsusən bu ayda? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hədisdə Sələsətun لا ترد دعوتهم الصائم حتى يفطر الإمام العادل ودعوة المظلوم. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 3 nəfərin duası rədd olunur.
3 nəfər var ki, onların duası qəbuldur, yəni rədd olunmur. Oruç tutan iftar edənə qədər, oruç tutan iftar edənə qədər, ədalətli imamın duası, bir də məzlumun duası. Kimə ki zülm olunur, haqsızcasına zülm edilən, əl qaldırıb, dua etsə, bəddua etsə o zalıma, Allah qəbul edir. Rədd olunmur bu dualar. Deməli, şahid yeri oruçlunun nədir? Duası qəbul edir. Xüsusən oruçlu olduğun halda nədir? Dua etməyi çoxaldır və dünyanın üçün, axirət üçün istə Allahdan. Allah təala vəd edib ki, duanı qəbul edir. Allah təala vədinə heç vaxt xilaf çıxan deyil. Ona görə sən Allahdan həmişə istə. Lakin təkcə istədiyi zaman təkcə dünyada istəmə, dünyanın üçün istəmə. Yəni, yaxşıdır insanın bəli dünyası üçün daima istəməsi, amma bütün dualarını hamısını dünya üçün etmə. Çünki Allah subhanahu ta'ala bütün dualarını dünya üçün edənləri qınayıb Quranda. Allah ta'ala fəminən nəsi mən yəqulu Rabbana ətinə fid-dünya və mə ləhu fil-əxirəti min xalaq. Allah ta'ala deyir, insanlardan eləsi var ki, deyirlər ki, ey Rəbbi, bizə dünyada ver. Yəni, daima istədiyi elə dünyadır. Ahirətdə onun heç bir nəsibi yoxdur. Allah ta'ala deyir, ahirətdə onun heç bir nəsibi yoxdur. Niyə? Çünki ahirətini istəmir adam. Elə istədiyi ancaq dünyadır. Sonra Allah ta'ala deyir, وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا. Amma onlardan da eləsiləri var ki, bunlar təriflənir. Ətinə fid-dünya həsənə və fil-əxirəti həsənətən və qina azəbən-nar. Amma insanlardan da eləsi var ki, onlar deyirlər ki, ey Rəbbimiz bizə dünyada da yaxşılıq ver, ahirətdə də yaxşılıq ver, sonra bizi cəhənnəm əzabından qoru. Bax, mühüm olan budur. Görsən, cəhənnəm əzabından qoru. Əgər Allah subhanahu ta'ala məal, yəni aqibət olaraq səni cəhənnəm əzabından qurtarmayacaqsa, dünyada nə istəyirsən istəy, o şeyləri heç bir səmərəsi, faydası yoxdur. Çünki onlar səni dünya, axirət əzabından xilas etməyəcək. Ona görə dua edəndə daima çalışın, dünyanızı istəməkdən yanaşın. Ruzi, elm, salih zövcə, gözəl minik, gözəl ev. Eyb etməz, insan istəyə bilər, lakin axirətini unutma. Və bu dünyavi şeyləri istəyəndə onun xeyirli olması, əgər xeyirlidirsə istər. Çünki nə qədər dünyavi şeylərlə istəyənlər olub, sonra o şeylərdən azıblar, o şeylərlə Allahdan uzaqlaşıblar. Halbuki Allah subhanahu ta'ala dünyəvi neymətləri sənə nəyə görə bəxş edir? Sən onunla Allaha yaxınlaşasan, əksinə onunla uzaqlaşasan, yox. Odur ki, axirətində unutma, daima Allah subhanahu ta'aladan cəhənnəm odundan uzaq durmağı və xüsusən də cənnətə nail olmağı Allah subhanahu ta'aladan istər. Və biz də Allaha dua edirik, deyirik, Allah subhanahu ta'ala bizim ibadətlərimizi qəbul etsin və bu ayda bizləri gözəl şəkildə, özünün layiq olduğu şəkildə ibadət etməyə müvəffəq etsin və bizi ixlaslı qullardan etsin və bizim günahlarımızı bağışlasın. Və sallallahu ala nəbiyyə Muhammedin və ala alihi və əshabihi əcmain.